Salam aleyküm, hardayam ökməli arkasından qalxdın, Qobi yolundayam. Yurt restoranın düz yanında, yoldan 3-cü ev. Yola yaxın ev axtarırsansa özüdür. 4 otaqlı evdir. Kombi otağı, qazı, suyu, işığı, yəni yaşayış üçün hər şey mövcuddur. Yaşanmış evdə. Bir dənə çölüyün emisiyası çatmır. Yəni çoxdan vurulub deyə padvala bax. Otaq da elə bilsən. Kürsüsü çox yaxşıdır, kürsülüdür. Bir evin içərisindən tanış olaq. Işıqları şatikdən söndürüblər. Çox da belə görkəmli düşməyəcək. Gələndə inşallah baxarsınız. Bura zal deyil ha, bura mətbəxdir. Zal boyda mətbəxdir. Həqiqətən çox 3 dənə pəncərəsidir, qoşa, daşdır, kombisi hazır var. Qiymət balaca 3 otaq qiyməti nədir? 4 otaqlı evə 3 otağın pulunu ödəyirsən, 4 otağı elə verilir üstündə. Köçükləri də var, sənədləri qaydasında. Yəni gəl aldığına fikir etsən. Burada bir dənə böyük zalıdır, zalı çox genişdir. Pəncərəsi öz həyətini görür, pəncərənin roşatqalarına qədər yığdırıb Twistenti. Qiymət 53.500 verirsən, bu evi götürürsən. Nə verərlər bu qiymət? Heç nə. Qiyməti ideal, evin özü normal. Yola yaxındır da, yəni bir günə yola yaxın ev tapmaq çətin məsələdir. Baxın, pəncərədən gün düşür, plus pəncərənin roşatqaları. Al, köç yaşa, hal-hazırda içində əvvəl olub yaşayır, şimdi hal-hazırda yoxdur içərisində yaşayır. Alırsan, elə həmin gündə köçüb yaşaya bilərsən, hamamsan uzayda, o da təmirlidir, aksesuarlar qaydasında. Buradan da gəldi, bir dənə burada böyük yataq otağıdır. Normaldır ölçülər. Yəni əlaqə saxlayın, elə qutarmayıb, bir dənə otağı qalır. Bura biraz qaranlıq otaqdır. Belə göstərilirsə, işıq olmadığı üçün şotiki açılmadı, ona görə yandıra bilmədi. Yəni əlaqə saxlayın, bu qiymətə görə gözəl variantdır. Nə verirlər? Mərkəz kanalizasiyasına qədər var. Yola yaxın 567 belə boylanırsam, düz 567 buradan işləyir. O düz vurur. Kim ev satırsa xəbər eləsin. Sağ olun, var olun.